Ukraynanın Müdafiə Nazirliyinin çərşənbə axşamı verdiyi məlumata görə Rusiyanın Qara Dəniz donanmasına məxsus bir gəmi Ukraynanın cənubundakı Xerson vilayəti yaxınlığında sıradan çıxarılıb. Xerson vilayətinin qərb sahili boyunca hərəkət edən içərisində düşmən hərbçiləri olan daha bir Rusiya Qara Dəniz donanması qayığı məhv edilib, Nazirlik X sosial media platformasında bildirib. Paylaşımda Rus gəmisində baş verən partlayış anını əks etdirən gecə termal görüntüləri də yer alıb. Kadrlarda ekipaj üzvlərinin təhlükəsizliyə qaçdığı görünür. Video bir neçə müxtəlif bucaqdan çəkilmiş hissələrdən ibarətdir və ehtimal olunur ki, dronlar vasitəsilə lentə alınıb. Zərbə anı ardınca baş verən yanğın və tüstün nəticəsində gəminin məhv edilməsi kadrlarda aydın görünür. Ukrayna Hərbi Dəniz Qüvvələrinin verdiyi məlumata əsasən hücum iyunun 24-ünə keçən gecə baş verib. Ukrayna Silahlı Qüvvələrinin baş qərargahının iyunun 25-də verdiyi məlumata görə 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı başladığı tam miqyaslı işğaldan bəri Ukrayna 28 Rus hərbi gəmi və qayığını, o cümlədən bir sualtı qayığı batırıb. Rusiyanın Ukraynanın Krım yarımadasını qanunsuz inhab etməsi nəticəsində Ukrayna donanması əsas hərbi gəmilərindən və sualtı qayıqlardan məhrum olaraq xeyli zəifləyib. Ukrayna Hərbi Dəniz Qüvvələri isə cavab olaraq pilotsuz sistemlərdən istifadə etməklə Rusiyanın Qara Dəniz donanmasına ağır zərbələr endirir. Bunlardan biri də 2022-ci ilin aprelində Rusiyanın Bayrak gəmisi olan Moskvanın batırılmasıdır. İyunun 21-də Sumi vilayətindəki Rusiya işğalçıları üçün qara gün olub. Dialoq One-ın məlumatına görə Rusiya Silahlı Qüvvələri ilə əlaqəli Resurs Şimal kanalı bunu bildirib və indi Sumi istiqamətində baş verənlər haqqında bir qədər ətraflı dəniz piyadaları üçün qara gün Viropoledə 810-cu briqada atəşə düşdü. Çox sayda itki oldu və təxminən bir taqım əsir götürüldü. Z kanalı xəbər verib. Bundan əlavə onun məlumatına görə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın 155-ci briqadasını Andreyevka kəndindən geri çəkməyə məcbur edib. Kənd yenidən tamamilə Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçib. İşğalçıların Yunakovkada da problemləri var. Oradakı hücum dayandırılıb. Rusiya qoşunları artıq necə irəliləmək barədə düşünmür, lakin qızğın şəkildə artıq ələ keçirdiyi mövqeləri saxlamağa çalışırlar. Şimal kanalı həmçinin Kursk vilayətindəki Tetkin ərazisində Rusiya Silahlı Qüvvələrinin ağır itkilərindən şikayətlənib. Müdafiə qüvvələrinin pilotsuz bölmələri və aviasiyası çox effektiv işləyir. Z kanalı bildirib. Tetkinonun yaxınlığında komandirlər 1427-ci matatıcı alayını Qloşkovodan dəmir yolu ilə təmizləyici qurğulara doğru sürürlər. Lakin əvvəlcə dronlarla problemi həll edin. Artıq o qədər insan boş yerə öldürülüb və həmçinin aviasiyada nə qədər beziblər, İrandakı yəhudilər kimi uçurlar. Heç nədən qorxmurlar və dəqiqlikləri artıb. Rusiya Silahlı Qüvvələri Sumi vilayətinin sərhəd bölgələrini müxtəlif silahlarla, o cümlədən aviasiya istifadə edərək atəşə tutmağa davam edir. Lakin son məlumatlara görə əraziyə daha dərindən nüfuz etməyə çalışan kiçik hücum qruplarının fəaliyyətində azalma müşahidə olunur. Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin sözçüsü Andriy Demchenko bildirib. Düşmən hücumları həm Ukrayna hərbi qüvvələrinin mövqelərini, həm də yaşayış məntəqələrini hədəf alır. Bu da əhəmiyyətli infrastruktur ziyanına və mülki itkilərə səbəb olur. Andriy Demchenko deyib, düşmən aktiv şəkildə müxtəlif növ silahlardan, o cümlədən aviasiyadan idarə olunan bombalar və idarə olunmayan raketlərdən istifadə edir. Demchenko qeyd edib ki, Yunakivskdə və Xarkivska icmalarında vəziyyət çətin olaraq qalır. Rusiya qoşunları kiçik hücum qruplarından istifadə taktikasını davam etdirirlər, baxmayaraq ki, son vaxtlar onların fəaliyyəti azalıb. Bu müdafiə qüvvələrinin, xüsusilə də sərhədçilərin və Ukrayna Silahlı Qüvvələrinin səylərinin nəticəsidir, o vurğulayıb. Ağır itkilər səbəbindən Rusiya əvvəllər sürətli hücumlar üçün fəal şəkildə istifadə edilən kvadrosillər də daxil olmaqla motorlu nəqliyyat vasitələrinin istifadəsini də azaldıb. Andriy Demchenko deyib. Bu döyüş zonasında zirehli texnikalar istifadə edilmir. Çünki Rusiya Federasiyası onların qaçılmaz itkisindən xəbərdardır.